Rəqsanə, eşidirsənmi bizi? Bəli, Çinarə, eşidirəm sizi. Hazırda biz Hüseyin Cavid Parkından da irəlilədik və artıq hərbi yürüyüşü izləyirik. Hərbi yürüyüş davam edir. İrəliyirik üzü Şəhidlər Xiyabanı istiqamətində və hava dediyim kimi bayaq da dedim, çox möhtəşəmdir. Burada əskərlər müxtəlif şəhidlərimizin adlarını səsləndirirlər. Onların adını burada da yaşadırlar. Qələbəmizin rəmzi olan hərbi orkestrin müşayiəti ilə keçirirlər. Hərbi yürüyüşdə də onların adını yaşadırlar və müxtəlif şüarlar səsləndirirlər. Qarabağ Azərbaycandır, zəfəri mübarək olsun Azərbaycan. 8 noyabr Zəfər günü 5-ci il dönümü ilə əlaqədar olaraq dediyim kimi paytaxtın müxtəlif küçə və prospektlərində yürüyüş keçirilir, hərbi yürüyüş keçirilir və siz hazırda həmin kadrları izləyirsiniz. Səsləndirirlər. 44 günlük vətən müharibəsində o qələbəni bizə yaşadan bütün şəhidlərimizin ruhu bugün şaddır. Çünki bütün torpaqlarımız artıq azaddır. Bir zamanlar işğal altında olan torpaqlarımız artıq azaddır. Yenidən qurma quruculuq işləri də aparılır. Bir zamanlar separatçıların dırnaq arası paytaxt adlandırdıqları Xankəndidə bugün Azərbaycan bayrağı dalğalanır. Nəinki Xankəndidə bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Azərbaycanlılar öz doğma torpaqlarındadırlar və bugün keçirilən bu yürüyüş tamam başqa bir havada da hər il keçirilir bu yürüyüş, amma artıq torpaqlarımız dediyimiz kimi işğaldan həm azad da həm də Vaşinqtonda keçirilən o görüşlə artıq bölgədə tamamilə yeni reallıqlar mövcuddur. Artıq sülh müqaviləsinin məhdi parafanı bir zamanlar 2020-ci il sentyabrın 27-sində Azərbaycan əks həmlə əməliyyatına, əks hücum həmlə əməliyyatına başladı və torpaqlarımız azad olundu. Qələbə xəbərləri dayanmadan gəlirdi. 5 şəhərini bu müddət ərzində işğaldan azad etdi. Digər qəsəbələri, kəndlərini də həmçinin həmin vaxt 2020-ci il sentyabrın 27-sini xatırlatmaq istəyirəm. Həmin dövrdə internetin verilməsində məhdudiyyət tətbiq edildi. Qismən hərbi səfərbərlik elan olundu. Eyni zamanda ölkədə hərbi vəziyyət də elan edilmişdi və o dövrün içindən keçdik. Məhz bu anı yaşamaq üçün, bu qürur verici anı yaşamaq üçün o istirab dolu anlardan keçir. Şəhidlər verdik. O torpaqlarda şəhidlərimizin canı, qanı, arzuları var. Bugün o arzular Çindir. Uğrunda savaşdıqları arzular Çindir. Təbii ki, şəhid ailələrində bugün şaddır. Onlar üçün də qürur verici anlardan biridir. Və siz hazırda elə hərbi yürüyüşü izləyirsiniz. Hərbi orkestrin müşayiəti ilə müxtəlif şüarlar səsləndirirlər. Saat 12-yə qədər davam edəcək. Bu anı qaçırmaq olmaz. İllik bir dəfə olur bu anı qaçırmaq olmaz yəni. Çünki çox möhtəşəm anlar yaşayır. İnsanlar burada hər birinin üstündə qürur var. Hər biri əllərinə telefon alıblar. Kiçikdən böyüyə hər kəs bu möhtəşəm ana şahidlik etmək üçün küçələrə axışıb. Və siz hazırda hərbi orkestrin müşayiəti ilə hərbçilərin yürüyüşünü izləyirsiniz. Bu qələbənin simvoludur. 44 günlük vətən müharibəsində əldə etdiyimiz qələbənin 30 illik susqunluğu pozan davamlı mərhələli şəkildə atdığımız addımlarla azad olunan qələbənin simvolu. İnsanlar hətta baxın avtomobil sürürlər, telefonu çıxarıb kadrlarda çəkməyə çalışırlar. Bəli, yeri gəlmişkən bir istiqamət üzrə artıq yekunlaşdı yürüyüş. Ancaq indi hazırda izlədiyiniz istiqamət üzrə daha doğrusu yürüyüş davam edir.